Əvəzliklə bağlı çətinlik yaradan məqamların olduğu belə bir cümlənin izahına baxaq. Mən özümlə sizdəki yükləri apara bilmərəm, özü də belə şərait içində heç aparmaram cümləsində neçə əvəzlik var soruşsaq, bu cümlədə əvvəla mən, bu bir əvəzliyimiz şəxs əvəzliyi, özüm təyin əvəzliyi, sizdəki çaşdırıcı məqamdır, amma sizdəki sözün kökü əvəzlidir, amma dakıdəki sifət yaradan şəkildir. Ona görə bu oldu sifət. Sonra əvəzlik kimi şübhə yaradacaq sözlərdən biri də özü də bağlayıcısıdır. Bəli, iştirak bağlayıcısıdır. Belə sözü də isimdən əvvəl gəlib və sifəti əvəz edib. Yəni işarə əvəzliyidir. Bu da əvəzliyidir. Və ən çox çaşqınlıq yaradan məqamlardan biri də heç məqamıdır. Yəni heç burada əvəzlik deyil. Heç sözündən sonra heç bir şey gəlmədiyinə görə bu ədatdır. Üstəlik, inkar ədatları özündən sonra gələn feili həmişə inkarda işlədər. Bəli, bu da oldu ədat. Yəni bu cümlədə 1, 2 və 3 əvəzliyimiz mövcuddur.